Bəli, gözlənilən an gəlib çatdı. Yeni ayın ilk günü, ilk həftəsinin elə ilk günündə sizinlə birlikdəyik. Amma bu dəfə birlikdəliyimiz hər zamanki bir olmamızdan deyil. Təbii ki, söz vermişdik cümə günü ki, məhz həftənin bazar ertəsi günü, yeni ayın ilk günündə görüşünüzə gələcək. Necə gələcək? Təbii ki, son gün üçün gələcək və sizə səhəriniz olaraq mövsümə əlvida demək üçün gələcəyim. Bilmirəm, necə də asandır mənim üçün bu sözləri səsləndirmək. Hər halda, hər başlanğıcın bir sonu olduğu kimi, hər mövsümün də, hər səhərin də bir sonunu biz sizinlə birlikdə başa vururduqsa, deməli, bugünkü gündə sizinlə birlikdə başa vuracaq və inanıram ki, bu andan etibarən məndə olan həyəcan ən azından sizdə var. Çünki daimi olaraq bizi seçdiniz, bizi izlədiniz, məhz bizimlə qaldınız 2 saat ərzində TTV-nin efirində səhərimizi izlədiniz. Bu günlərdə bu ənəniyə sadiq qalacaqsınız və elə 2 saat ərzində bizimlə qalacaqsınız. Burada nələr baş verəcək, necə olacaq mövsümün sonu, hansı anlar yaşanacaq, nostalji hisslər, bir qədər duyğusal anlar yaşanacaq, bəlkə də sevincli dəqiqələr yaşanacaq. Bütün bunların canlı şahidi olmaq üçün üzərinizə yalnız bir vəzifə düşür. O da ki, səhərimizdə qalırsınız, TTV-nin efirində qalırsınız. 022 31 5 00 44 nömrəsi ixtiyarınızdadır. Zəng edə bilərsiniz. Səhərimiz nə ilə yadda qaldı mövzusunda öz fikirlərinizi bildirə bilərsiniz. Sizin üçün səhərimiz nə idi, nə ilə yadda qaldı, nə fərqləndirirdi bizi, sizin maraq dairənizdə olan hansı rubrikamız idi, hansı mövzularımız idi ki, siz özünüzü tapdınız, düşündünüz, nələrsə öyrəndiniz, nələrəsə nail oldunuz. Buyurun, zəng edin, bununla yanaşı Facebook səhifəsindən yaza bilərsiniz bizə. Səhərimiz qrupu ixtiyarınızdadır. Yazın ki, canlı yayımda səsləndirim. Səhəriniz xeyir olsun, gününüz xoş, əhval ruhiyyəniz ən yüksək pillədə olsun və söz verdiyimiz kimi musiqili qonaqlarımız, elə öz əməkdaşlarımız səhərimizin ərsəyə gəldiyi gündən etibarən əziyyət çəkən, hansı ki bir komanda şəklində əziyyət çəkən əməkdaşlarımızın bir qismi bu günlər burada olacaq, öz hisslərini bizimlə bölüşəcək, hansı maraqlı anlar yaşanıb, kadr arxası, çəkiliş zamanı və bax bunların hər birini siz tamaşaçılarla bölüşəcəklər. Odur ki, diqqətiniz bizdə olsun. Ənənəvi olaraq təşəkkürümü bildirəcəm. Geyinmə görə elə deyərdim o komandanın bir üzvü, əsas üzvlərindən biri olan Andromax Türk İşi Geyimləri mağazası ki, 9 yanvar tarixindən məhz biz səhərimiz olaraq sizin görüşünüzə gəldik mövsümdə. Elə həmən andan etibarən mənimlə birlikdə oldu Andromax Türk İşi Geyimləri mağazası Qazax şəhər mərkəzi bazarında yerləşir. Təşəkkürümü bildirəm Sahili bəyə, İlhamə xanıma, ümumilikdə Andromax-a əziyyət çəkən bütün əməkdaşlara çox sağ olsunlar deyirəm. Daimi olaraq əziyyətimizi çəkdilər. Bizi gözəl geyimlərlə, belə deyək, gözəl geyimləri təqdim etdilər. Biz bu geyimlərlə sizin qarşınıza çıxdıq, sizin zövqünüzü oxşamağa çalışdıq. Bir daha təşəkkürümü bildirəm Sahil bəyə, İlhamə xanıma çox sağ olsunlar. Səhərimiz ailəmizin bir üzvü kimi. Və onu qeyd edim ki, dəyərli tamaşaçılar, ənənəvi olaraq bu günlərdə vaxtımız 2 saat olacaq, 10:00-dək sizinlə birlikdə olacaq və yenidən bu şansı sizə verir ki, səhərimiz öz fikirlərinizi bölüşün bizimlə, zəng edin, SMS-lərinizi yazın və səsləndirək. Bilək ümumilikdə tamaşaçılarda hansı ab-hava var. Azərbaycanın bir çox bölgələrindən telefon zənglərimiz oldu, SMS-lərimiz oldu, Gəncə şəhərindən, Mingəçevir şəhərindən, Şəki şəhərindən, Qazaxdan, Ağstafadan, bir çox yerlərdən zənglərimiz oldu. Mövzuya dair fikirlər səsləndi, qonaqlarımızla bağlı söhbətlər oldu. Ölkənin tanınan insanları həm incəsənət sahəsində, həm digər sahələrdə məhz bu studiyaya təşrif buyurdular, qonaqlarımız oldu. Buradan musiqi səsi eşidildi, informasiyalar çatdırıldı məhz bu studiyadan mövsüm boyunca. Və inanırıq ki, biz yeni mövsümdə də davam edəcəyik, məhz siz tamaşaçıların görüşünə gələcəyik. Bəlkə sizin üçün də çətindir bizdən ayrılmaq, bəlkə də o qədər vərdiş halına çevrilmişsiniz, bəlkə də biz sizin ailənizin bir üzünə çevrilmişik. Bunun üçün sizə bir qədər ağır ola bilər, amma yenə də qeyd etmək istəyirəm ki, hər başlanğıcın bir sonu var və hər sonda yeni bir başlanğıçlara qapı açır və bu günlərdə, bugünkü sonumuzda mən inanıram ki, yeni bir başlanğıca qapı açacaq. Mən isə istəyirəm musiqili qonağımı dəvət edeyim. İlk musiqili qonağımdan söhbət gedəcək təbii ki. Xəyal Qasımov bizimlədir. Bir neçə dəfə səhərimizdə oldu. Deyək ki, bizim ailə üzvlərimizdən biridir. Gənc, istedadlı Xəyal. Bu günlərdə bizimlədir. Necəsən Xəyal? Çox sağ olun. Mən də hər birinci salamlayıram. Sabahınız xeyir olsun. Yaxşısanmı? Bəli, yaxşı. Eşdə ilk musiqini və söhbət edəcək təbii ki.
Çəkər ürəyimin şasimin, nalə çəkər ürəyimin şasimin, çeşmeye sağlarım, seni sularım, sensiz ağlarım. Ay aman yarım, güzel yarım, gül yarım, küstüm seni, gel könlüme yarım. Aman yarım, güzel yarım, gül yarım, küstüm seni, gel könlüme yarım. Minnətdaram, təşəkkür Çox sağ ol. edirəm. Mənim maraqlıdır, 3 dəfə oldun səhərimizdə, yoxsa 2 dəfə olmusan. 3 dəfə. Nə ilə yadda qaldı səhərimiz səhər? Hər şey də çox gözəl verilişdi. Çox izlənilir. Şəxsən mən özümün çox ürəyimə yatdı. Şəmkirdə izlənirmi bizim? Bəli. Dərhal keçid alaq Xəyalın ikinci mahnısına və təbii ki, xəyalı yola salacaq, digər musiqi qonaqlarımız olacaq və daha nələr olacaqsa diqqətiniz bizdə olmaqla biləcəksiniz. Eşidək. Ceyranım gel gel, maralım gel gel, ceyranım gel gel, maralım gel gel, başına mən sənin dolanım gel gel, başına mən sənin dolanım gel gel. Gözün tək göz olmaz, sözün tək söz olmaz. Gözün tək göz olmaz, sözün tək söz olmaz. Mehriban gözəl qız, bu qədər naz olmaz. Gəl adı Ceyran, özü Ceyran, gülüm mən sənə qurban, sənə heyran. Gəl gəl adı Ceyran, özü Ceyran, gülüm mən sənə qurban, sənə heyran. Adı Ceyran, özü Ceyran, adı Ceyran, özü Ceyran, gözəlim mən sənə qurban.
baxışın canlanır, gülüşün qəşəngdir. Qızarana yanağın elə bil çiçəkdir. Qızarana yanağın elə bil çiçəkdir. Gözəldir həyatın, gözəldir devranın. Gözəldir həyatın, gözəldir devranın. Bəxtəvər qızısan, bu Azərbaycanın. Gəl adı Ceyran, özü Ceyran. Gülüm mən sənə qurban, sənə heyran. Gəl gəl adı Ceyran, özü Ceyran. Gülüm mən sənə qurban, sənə heyran. Adı Ceyran, özü Ceyran. Adı Ceyran, özü Ceyran. Gözəlim mən sənə qurban. Adı Ceyran, özü Ceyran. Adı Ceyran, özü Ceyran. Gözəlim mən sənə qurban. Gəl gəl adı Ceyran, özü Ceyran. Gülüm mən sənə qurban, sənə heyran. Gəl gəl adı Ceyran, özü Ceyran. Gülüm mən sənə qurban, sənə heyran. Gəl adı Ceyran, özü Ceyran. Gülüm mən sənə qurban, sənə heyran. Gəl gəl adı Ceyran, özü Ceyran. Gülüm mən sənə qurban, sənə heyran. Təşəkkürüm bildirəm. Çox Çox sağ sağ ol olun. Xəyal. Sənə də uğurlar arzulayırıq. Çox sağ ol. Yeni mövsümdə inanırıq ki, elə bax səhərimizdə sənin yeni sədalarını, yeni xoş xəbərlərini, yeni musiqilərini məhz tamaşaçılar izləyəcəklər. Çox sağ ol. Mən də öz adımdan Türkiyə TV rəhbərliyinə və sizə öz təşəkkürümü bildirirəm və uğurlar arzulayıram. Sağ ol, minnətdarıq. Və xəyal yola salırıq, əziz tamaşaçılar. Söz verdiyimiz kimi digər musiqili qonaqlarımız da bizimlə birlikdə olacaq. Amma elə ilk olaraq mən istəyirəm təşəkkürümü bildirim. Ümumilikdə qeyd etdim, səhərimizin ərsəyə gəlməsində bir komanda çalışır. Elə bu andan etibarən də həmən komanda sizin belə deyək, xidmətinizdədir. Hər zaman tək olaraq ad çəkmirdim, amma bu günlər bunu özümə borc bilirəm ki, elə başlayım rejissorlarımızdan istəyiz. Rejissorumuz Anar Qasımov, Ayaz Məmmədov, xüsusi minnətdarımızı bildiririk. Efir rejissorlarımızdan Elxan Məmmədova, Anar Qarayev və Elbəyi Elpərəstə təşəkkürümü bildirirəm. Arxivdə eləşən xanımlarımız Elmira xanıma, o cümlədən Xədicə xanıma təşəkkürümü bildirirəm. Minnətdarımı bildirirəm. Operatorlarımıza başda Rauf olmaqla Rauf Yusifov və bütün onun heyətinə təşəkkürümü bildirirəm. Hazırda da elə Rauf və Sabutay iş başındadır. Hər birinə uğurlarımı arzulayıram. Prodüserimizə təşəkkürümü bildirirəm. Xanım Rauf qızına o cümlədən başda Dürdanə Rızayev olmaqla baş prodüserimiz Həsən Qəhrəmanoğluna, Tural Əliyeva xüsusi minnətdarımı bildirirəm. Bütün müxbirlərimizə təşəkkürümü bildirirəm. Səhərimiz heyətinə, stilistimiz Sədaqət xanıma minnətdarımı bildirirəm. Hər zaman əlindən gələni əsirgəmir bizdən ötürü. Ümumilikdə bütün hər kəsə minnətdarımı bildirirəm ki, məhz hər səhərlə bizimlə birlikdə gəlib çalışırlar. Komanda olaraq TTV Xəbərə minnətdarımı bildirirəm. Elə onlardan da nümayəndə olacaq. Səs rejissorlarımıza Həmid bəyə, Vüqar Kərimov, o cümlədən Taleyə təşəkkürümü bildirirəm. Ənənəvi olaraq bizimlə birlikdə olurlar və çalışırlar ki, hər zaman gözəl verilişin ərsəyə gəlməsində onların da əvəz olunmaz xidmətləri var və ola bilsin ki, kimlərsə yaddan çıxdı verilişin gedişatından təşəkkürümü bildirəcəm və daimi tamaşaçılarımıza təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, izləyirlər bizi daimi olaraq. Belə, verilişimiz davam edir və elə insanlar var ki, ümumilikdə səhərimizin ərsəyə gəlməsində böyük xidmətlər olub, amma hazırda sıralarımızda deyirlər. Şəfqə Fazilə təşəkkürümüzü bildiririk. O cümlədən mənimlə bir zamanlar həmkar olmuş Şahla Sübhan qızına təşəkkürümüzü bildiririk. Onların da əməkləri var, haqqlarına girməyək və Faina Həsənovaya təşəkkürümüzü bildiririk. Bir zamanlar mənimlə məhz buranı belə deyək, bölüşdülər. Və xüsusi olaraq iki əməkdaşımızın bu günlər doğum günüdür. Eyni vaxtda təsadüf edib bizimlə. Sakit İskəndərlinin ad gününü təbrik edirik. TTV Xəbərin rəhbəri təşəkkürümü bildirəm Sakit bəyə. Çox sağ olsun ki, hər zaman bizə dəstək olubdu o insanda və bu günlərdə doğum gününü qeyd edir. Təbrik edirəm bütün TTV ailəsi adından, Səhərimiz kollektiv adından və operatorumuz Orxan Musaoğlu'nun doğum günüdür bu günlər. Elə onu da təbrik edirik. Həm TTV kollektiv adından, həm də operatorların adından, o cümlədən Səhərimiz kollektivinin adından hər birindən uğurlar arzulayırıq işlərindən. Mən indi bura bir nəfər dəvət edəcəm. Adını çəkmədim, amma elə onun da əziyyəti böyükdür səhərimizdə. Elə bir zamanlar məhz bu studiyadan sizə o səhəriniz xeyir olsun dedi Əliyar Mütəllimoğlu. Xoş gördük Əliyar. Çox sağ ol Yusif. Həqiqətən də səhərimiz layihəsi uğurun başlanğıcı oldu. İlk olaraq efirə yayımlandığı Əyləşək Əliyarla söhbətimizi davam etdirək. Və bu məkan bizə doğmadır, Əlbəttə. əzizdir və
İlk vaxtlar da elə belə idi və mən çox xoşbəxt bir insanam ki, səhərimiz layihəsi ilk dəfə efirə yayımlananda məhz bu studiyadan tamaşaçılarımıza ilk olaraq da elə salamlayan şəxslərdən biri mən oldum, aparıcılardan biri mən oldum və onu da qeyd edeyim ki, həqiqətən də TTV-nin efirində səhərimiz layihəsi hər buraxılışında bir uğura imza atdı. Hər buraxılışında. Onu da unutmaq lazım deyil ki, bu uğurun başında həm sizin əməyiniz xüsusi olaraq qeyd olunur. Eyni zamanda bizim digər əməkdaşlarımız var ki, sizinlə çiyin-çiyinə burada əziyyət çəkir və bu verilişin ərsəyə gəlməsində çox böyük əməkləri var. Mənim də biraz da olsa bu işdə payım varsa, xoşbəxt insanam. Həqiqətən də TTV-nin efirində Səhərimiz layihəsini biz hər zaman bir daha qeyd edirəm ki, uğurun başlanğıcı adlandırdıq. Bəli, istəyirəm bir qədər qaydaq həmən o tarixə, 9 yanvar tarixində ilk dəfə Səhərimiz tamaşaçılara məhz bu studiyadan Səhərimiz xeyir sədası eşidildi. İstəyirəm o günə qaydaq. Həyəcan var mıydı? Mənim özüm efirdə deyildim, efir arxası idim və mənim özümdə böyük həyəcan var idi. Həmən günü xatırlayıram, qonağımız da elə Şəbnəm Tovuzlu idi, sevilən müğənnim və Şəhla xanım və siz efirdə. Çox maraqlı bir gün idi, Yusif. Həmin günü bütün komanda gecəni səhərə qədər işlədik və heç kimin həmin gecə yuxusu gəlmədi. İstər operatorlarımızın, istər bizim Səhərimiz komandasının və biz çalışırdıq ki, səhər ilk verilişimiz idi və ilk verilişimizin ərsəyə gəlməsində elə bir əzmkarlıq göstərək ki, elə bir veriliş ortaya çıxsın ki, o həm tamaşaçıların xoşuna gəlsin, həm özümüzün xoşumuza gəlsin. Bir sözlə, başlanğıcı elə başlamalıydıq ki, bu hər birimizin ürəyincə olmalıydı. Sağ olsun, Şəbnəm xanım da həmin günü gecə səhərə qədər yol gəldi, o da bizimlə bərabər oyaq qaldı. Və həmin günü gəlib çıxmağı ilə həm verilişimizdə gözəl musiqilər səsləndi. Ümumiyyətlə, bu hava çox əla idi, çox gözəl idi. Həm də həmin günü yadınızdadsa qar yağdı. İlk dəfə qar yağdı və çox maraqlı bir gün idi həmin gün ki, həqiqətən də yaddan çıxmadı. Amma həyəcan çox idi. Elə o gündən bu komandanın təməli qoyuldu, məhz Səhərimiz komandasının və bu günləri də həmən komanda şəklində çalışdıq əziz tamaşaçılar və mən elə deyərdim ki, əgər istədiyimizə çatdıq hardasa, ən azından bir auditoriya yığdı özümüzə, tamaşaçı auditoriyası, ən azından bir daimi tamaşaçı fikri yarandı və qoşuldular bizə telefon zəngləri ilə öz fikirlərini çatdırdılar, SMS-lər yazdılar, belə deyək, kənarda danışdılar, mənfilərimizi də dedilər, müsbətlərimizi də dedilər. Nəticədə mənə elə gəlir ki, hardasa istəyimizə nail olduq. Bəli, olduq. Çünki hər dəfəsində biz hardasa olanda, hansısa bir məkanda olanda orada qeyd edirlər ki, TTV-nin efirində səhər başlanan andan səhərimizin efirə getməsi bizim gözümüzün yalnız və yalnız TTV-yə dikilməsinə səbəb olur. Çünki TTV sözün əsl mənasında gözəl bir proyektin həyata keçirilməsinə imza atdı və bu səhərimiz idi. Səhərimizin komandasının əziyyəti burada çox böyükdür. Mən bir daha vurğulayıram. Sizin əzmkarlığınız, əziyyətiniz, ümumiyyətlə... Və o komandanın bir üzvü də sənsən, onu da unutmayaq. Və burada olduğumuz müddətcə hamımız həvəslə işlədik, Yusif. Bəli, əsas odur ki, istək vardı, bir əzm vardı və qarşıya məqsəd qoyulmuşdu rəhbərlik tərəfindən və hər kəs o məqsədə çatmaq üçünmü, hər kəs o belə deyil, zirvəni fəth etmək üçünmü çalışırdı və bilmirəm nə dərəcə istəyimizə nail olduq. Hər zaman ilə mən bunu qeyd edirəm, verilişdən sonraki istəyimizdən nə dərəcə nail olduq ya olmadıq. Sonda qərar tamaşaçınındır və mən bu andan etibarən tamaşaçıları bir daha səslənirəm ki, 02231 50044 nömrəsi ixtiyarınızdadır. Zəng edib canlı telefon qulağımız ola bilər, söz fikirlərinizi bölüşə bilərsiniz. Ümumiyyətlə səhərimiz sizin üçün də hələ yadda qaldı. Bölüşün bizimlə, bizə də aydın olsun və Facebook səhifəmizdə ixtiyarınızdadır. Kifayət qədər SMS-lər var, veriliş boyunca səsləndirəcəm. Əlbəttə ki, bu günlərim həm tamaşaçıların səhərimizi seçimi, yəni səhəri seçməkləri, ümumiyyətlə verilişimizin günü-gündən uğur qazanması, bir-birindən maraqlı rubrikaların həyata keçirilməsi, çəkilməsi, hazırlanması. Hətta onu da qeyd edeyim ki, bizim
bir-birindən maraqlı dedikdə, həqiqətən də maraqlı rubrikalarımız Əsas odur var. ki, bir-birindən fərqli rubrikalar Aha, vardı. Həm fərqli, həm maraqlı rubrikalarımız var. İnsanlara daha da yaxın olan bir mövzulara toxunuruq ki, hər zaman insanlar özlərini görsünlər. O rubrikada da, o sujetdə də, elə mövzuda da, qonaqda da. Açığı deyim ki, çox qonaqlar əyləşib bu kürsülərdə. Çox. Əlbəttə, çox. Və hər bir çətin vəziyyətlərə toxunmuşuq. Hər bir, belə deyək, çətinliyin altdan da çıxmışıq. Belə deyək, pis vəziyyətdə qaldığımız anlar da olub, xoşbəxt ayrıldığımız vaxtlar da olub. Təbii ki, bunun tamaşaçı mən hər zaman qeyd edirəm ki, hər zaman hazır olanı görür. Mətbəxi görmür, kənarda qalanı görmür. Və ən azından bu komanda görür, burada çalışan heyət görür ki, burada yəni hər cürə insanlar əyləşib, hər cürə insan olub və çalışmışıq elə hər kəsi elə kiminsə incitmədən, kiminsə xətrinə dəymədən biz sözün yaxşı mənasında yola verək və yola salaq. Və elə də oldu. Elə gələn qonaqlarımız ümumiyyətlə səhərimizdən çox xoş əhval-ruhiyyə ilə ayrıldılar. Ümumiyyətlə səhərimizə gələn bir daha gəlmək istədi, mən bunu deyərdim. Bəli. Çünki burada olan aura, burada olan belə deyək, bir-birinə qarşı olan münasibət, ümumiyyətlə komandanın bir-birinə olan bağlılığı və ortaya çıxarılan veriliş hər kəs tərəfindən, istər gələn qonaq, istərsə də tamaşaçı tərəfindən hər zaman sevildi. Və bunun da əsas səbəbi o idi ki, komanda tam olaraq işləyirdi. Komanda heç bir çətinliyə baxmayaraq çalışırdı ki, səhərisi gün, yəni növbəti gün tamaşaçı qarşısına ötən gündən də maraqlı bir verilişi çıxartsın və buna da nail olurdu. Və bir çox rubrikalarımız vardı, simalar da görsənirdi rubrikalarda və həqiqətən də sizə daha da yaxın olurduq biz o rubrikalarla. SMS-lərə nəzər yetirəcəm, əziz tamaşaçılar, digər musiqili qonağımı dəvət etmək istəyirəm. Öz gözəl ifaları ilə səhərimizdə bir neçə dəfə də artıq sizin görüşünüzdə olub və mütəmadi olaraq Türkiyə TV-nin təşkil etdiyi konsert proqramında iştirak edir Ramal Vəlixanov. Buyurun Ramal, xoş gəlmişsiniz. Ola bilsin nəsə soyadında Ramalın yanlışlığı oldu və özü gəlsin açıqlama versin, görək Ramal necədir? Yaxşısanmı? Çox sağ olun. Sabahınız xeyir olsun. Xalqımızı salamlayıram, sabahı xeyir olsun deyirəm. Bütün Azərbaycan xalqına. Ramal Vilayətoğlu. Vilayətoğlu. Həyəcanlıyam, başa düşürsən? Başa düşürəm. Məsuliyyət var. Buyur, eşidirik. Salamlayıram bütün xalqımızı, Azərbaycan xalqını. Nəinki Azərbaycan, Azərbaycandan kənarda da yaşayan Azərbaycanlıları salamlayıram. Gürcüstanda öz elim olan Gürcüstan xalqını salamlayıram. Bəli. Onu nəzərinizə çatdıraq gəlsin tamaşaçılar. Məhz televiziya vasitəsilə bizi Gürcüstan elində yaşayan Azərbaycanlılarımız da izləyir və 3w.turkiyatv.az saytı ilə dünyanın istənilən yerində izləmə imkanınız var bizim. Və Onu qeyd eləyə bilərəm, çox gözəl görürsünüz. Çox sağ olun, minnətdaram Ramal. Özəl olaraq bugünə təbii ki, təşəkkürümü bildirəcəm Andromax Türk İşi Geyimləri mağazasına və Ramalın ilk ifası gəlsin, eşidək. Gəlsin, buyurun.
sənin, gün olub üzünə gülməmişəm mən sənin, çox olub qədrini bilməmişəm mən sənin, gün olub üzünə gülməmişəm mən sənin, sən hərdən inciyib ağlamısan bəlkə də, gen gəzib göz yaşlarını silməmişəm mən sənin, dost dosta tən gərək sən mənimlə tən oldun, yenə də axırda mənə qalan sən oldun, dost dosta tən gərək sən mənimlə tən oldun, yenə də axırda mənə qalan sən oldun. Sən oldun, güman yerim sən oldun, sən oldun, aman yerim sən oldun, hər yandan əllərimi səndə, sən oldun pənahım, aman yerim sən oldun, mən indi bilmişəm hər gözəldən yar olmaz, bir ömür durnalar, boşa uçsa yorulmaz, indi mən bilmişəm hər gözəldən yar olmaz, bir ömür durnalar, boşa uçsa yorulmaz. Sən oldun, güman yerim sən oldun, aman yerim sən oldun, hər yandan əllərimi səndə, sən oldun pənahım, aman yerim sən oldun, mən indi bilmişəm hər gözəldən yar olmaz, bir ömür durnalar, boşa uçsa yorulmaz, indi mən bilmişəm hər gözəldən yar olmaz, bir ömür durnalar, boşa uçsa yorulmaz, indi mən bilmişəm hər gözəldən yar olmaz, bir ömür durnalar, boşa uçsa yorulmaz, dost dosta tən gərək sən mənimlə tən oldun, yenə də axırda mənə qalan sən oldun. Minnətdarım bildirirəm, təşəkkürüm bildirirəm. Əyləş Çox sağ olun, Ramal, çox sağ olun. mən istəyirəm belə danışasan, səhərimizi necə xatırlayırsan, sənin üçün nə ilə yadda qaldı? Təbii ki, müğənni üçün də önəm kəsb edir, efirin məsuliyyəti, həyəcanı, səhərimizə gəlmək, hər kəsə qismət olan bir Bəli, bəli. xoşbəxtçilikdir. İndi bir qədər təvazökarlıqdan uzaq olsa da, buyur eşidək. Mənim üçün çox gözəl yadda qalan günlər oldu. Sizin efirinizdə, hərbi hissələrdə konsertlərimiz oldu. Bir neçə tədbirlər oldu bayramlarla bağlı. Bəli. Çox minnətdaram sizə və sizin kollektivə. Birinci Başda efirimi rəhbərlik xatırlayıram, sən olmaqla çox bəli. həyəcanlıydın. Olar. Nədən idi o həyəcan? Səhər miydi? Bu dekorasiyanın həyəcanı var idi. Bəlkə Yusifdən keçirdi o həyəcanı, nəsə belə Olar, bəlkə. Nədən idi? Nəyə görə idi? Yəqin o mənim çox efirlə əlaqəm olmadığına görə. Sadəcə mən hərbi xidmətdə oldum. Bir neçə müddət efirdən uzaq qaldım. Onunla bağlı. Dekorasiyadan söz düşmüşkən Hikmət müəllim Abbasova təşəkkürümüzü bildirib, böyük əməyi var o insanın. Bizlər təşəkkür edirik. Gözəl görüntünün üzərində. Elə paytaxtdan gələn qonaqlarımız da hər zaman vurğulayıblar bu dekorasiyaya və xüsusi minnətdarım bildirəm texniki heyətə, başda Faiq Abdullayev olmaqla onun bütün yaradıcı, belə deyək, texniki şöbəsinin bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk və keçid alacağım Ramalın növbəti ifasına. Növbəti ifam Əsən Yellər gələcək. Bu mahnını ilk dəfə Zeynəb Xanlarov oxuyub və efirdən salamlayırıq. Can sağlığı arzulayırıq. Qədər səslənib Əsən Yellər. Bir çox müğənnilər müraciət ediblər. Onu mənim müəllimim sonra aranjirovka elədi, Samir Cəfərov. Efir vasitəsilə salamlayıram. Onun aranjirovkasıdır və efir vasitəsilə çox sağ ol deyirəm. Bu gözəl musiqiyi, bu cür gözəl aranjirovka elədib, gözəl ərsəyə gətirib. Bəli, eşidək. Çox sağ olsun. Gəlsin Əsən Yellər.
Solandan arın çiçekler gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Solandan arın çiçekler gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı ya? Çox sağ Rəmal, olun. təşəkkürümü bildirəm. Buyurun, əyləşin və elə mövsümə olan səhərim üçün son fikirlərinizi eşidək. Elə həm Əliyarın, həm də sizin. Buyurun. Hər kəsə gözəl istirahətlər arzulayıram bu yay mövsümündə. Xoş günlər arzulayıram. Hər birinizə minnətdaram. Çox sağ olun. Məni dəvət elədiniz, verilişinizə. Hər birinizə xoşal əhval-ruhiyyə arzulayıram və bu mahnını fürsətdən istifadə edib Zaur müəllimə çox minnətdaram, Zaur Nəğməkara. Aha, biz də Bu salamlayırıq gözəl Zaur sapsa Nəğməkara. görə Allah razı olsun, çox sağ olun, minnətdaram. Çox sağ ol, biz sənə yaradıcılığında bol-bol uğurlar arzulayırıq. Çox İnşallah sağ olun, yeni minnətdaram. mövsümdə elə səhərimizdə qonaq qismində olanda elə sənin nailiyyətlərindən, uğurlarından İnşallah yeni yeni ifalarla mahnılarla sizlərin qarşınızda. İnşallah. Çox Əgər sağ sizə işlək. Səhərimiz haqqında saatlarla danışsaq azdır, amma sadəcə olaraq bunu qeyd eləyərdim ki, bir daha səhərimizin yeni mövsümündə bundan da artıq, bundan da yaxşı, bundan da güclü həm heyət, həm belə deyək, veriliş, eyni zamanda mən gözləyirəm ki, yeni mövsümdə uğurlarımız daha çox olacaq səhərimiz layihəsi olaraq və sizə də uğurlar arzu edirəm. Səhərimiz bizə səhərin açıldığı andan yalnız və yalnız xoş ara, gözəl anlar bəxş etdi. İnşallah da yeni mövsümdə bax bu davam edər. Biz də sevə-sevə izləyərik və sevə-sevə də işləyərik. Və buyur Rəmal, əlavən varmı? Əlavəm odur ki, çox gözəl verilişli, uzun ömürlü olsun. Bir daha çox sağ olun. Çox sağ olun. Və əziz tamaşaçılar, biz Əliyar və Ramalı yola salacağıq və sizsə səhərimizin bir rolik var ki, nələrlə yadda qaldı. Bir çarxı izləyin, hansı qonaqlar keçdi, gəldilər səhərimizdən. İzləyən bizdən heç bir yer almayın, çünki qonaqların arda arası kəsməyəcək. Bugün davam edəcək, maraqlı məqamlara toxunulacaq. Diqqətiniz bizdə olsun. Bəli, söz verdiyimiz vaxtda, söz verdiyimiz məkandan mən Yusif Qoca bu səhərdən 8:00-dan etibarən sizin evlərinizin qonağıyam. Səhəriniz xeyir olsun. 1, 2, 3, 4, 1, 2, 3. I know you want me, you know I want you. I know you want me, you know I want you. I know you want me, you know I want you. I know you want me, you know I want you. 1, 2, 3, 4, 1, 2, 3, 4, rumba. Türkiye TV'nin Səhərimiz verilişinin tamaşaçılarını bir daha salamlayıram və sizin kanala, Səhər kanalına da uğurlar arzulayıram. Həmişə yüksələsiz. Məni çoxdan da qonaq çağırırlar, biləsi yəni. Albom deyirlər, mən də gəlmirəm pis qızamda. Niyə gəlmirsiniz? Bəlkə səbəbini deyəsiniz elə. Səbəbi odur ki, çoxlu işlərim var. Kənan görmürsün. Gah məni Fransaya göndərir, gah nə bilim. Mən Abbas Bağırov, sizinlə bərabər Türkəl televiziyasının səhər verilişi üçün. Mən Ruslan TTV. Türkiye Televiziyası sizin səhər proqramına buradan çoxlu salamlarımı göndərirəm. Bütün Tovuz əhlinə çoxlu salamlar göndərirəm. Nə deyirəm? Allah sizin hamınıza can sağlığı versin. Gözəl-gözəl günlər olsun. Biz də gələk iştirak eləyək. Bir də ki istərdim Türkiye Televiziyasına, səhər verilişinə salamlarımı çatdıram bacı qardaşlarıma. Uğurlar diləyirəm hamınıza. Ferhat Göçer, Sabah programında Türker TV'de. Buradan Türkiye Televizyasına salamlarımız, salam azdı. Maç kuşlarımızı gönderirim. They don't play games, they off the chain, and they love to do everything and anything. And they love to get it in, get it on all night long. You know I want you, I know you want me. You know I want you, I know you want me. You know I want
səhər isə eyni vaxtda, eyni məkandan mən Yusif Qoca sizə səhəriniz xeyir olsun deyəcəm. Diqqətiniz Türkiyə TV-də olsun. Çünki bir-birinə maraqlı layihələr və TTV Xəbər artıq işinə başlayıb. Allah amanında qalın. İzlədik, həqiqətən o günlərə qayıtdıq və çox maraqlı idi ki, tanınmış show-biz nümayəndələri, hətta xarici ölkə vətəndaşları da gördünüz əziz tamaşaçılar, öz salamlarını, öz təbriklərini bizimlə bölüşdülər. Təşəkkür bildirəm əməkdaşlarımıza. Əziyyət keçən insanlar həqiqətən də böyüdü. TTV-nin hər bir əməkdaşının zəhməti var səhərimiz üzərində. Ona görə hər birinə təşəkkürümü bildirəm. Sürücüsündən tutmuş, mühafizəçisinə kimi hər kəsə təşəkkürümü bildirəm. Çox sağ olsunlar, minnətdaram ki, bizimlə birlikdə bu uzun yolu keçdilər və gəldik, çatdıq mövsümün sonuna. Təbii ki, yeni mövsümdə də həmən komanda, belə deyək, çalışacaq səhərimizin heyətində və bir-birinə maraqlı verişlərlə görüşünüzə gələcək. Bir qədər həyəcanlıyam, təbii ki, yəqin ki, bilmirəm, nədən irəli gəlir bu həyəcan. Son efir günüdürmü, bilmirəm, nəsə bir qədər həyəcanlıyam. Əməkdaşlarımızı dəvət edim, müxbirlərimizi daimi olaraq süjetlərimizdə yox, görsənmirdilər bu insanlar. Hər zaman qaçıb Elşən Mürsəlov kameradan. İndi gəlsin görək, bəlkə də açıqlamasını verəcək nəyə görə qaçdığını. Səhəriniz xeyir, necəsiz? Sağ olun, çox sağ olun. Və Fəridə Yusifovanı dəvət edirəm. Xoş gəlmişsən Fəridə. Sənin də səhərin xeyir. Buyurun, əyləşin. Siz niyə özünüzü belə yad hesab etdiniz bugün? Yaxşısınızmı? Yaxşıyım, çox sağ olun Yusif. Üzücü görsənirsiniz. Bilirəm, düşünürsünüz ki, artıq səhər efirdə olmayacaq bir müddət. Bununla mı əlaqədardır, yoxsa? Var, bəli, o həyəcanları yaşayırıq. Yəni ki, dünənlər evdə qaldıq. Elə bil ki, bir anlığına düşündüm ki, elə bil ki, səhər proqramı olmayacaq və həmişə evdə qalacaq. Mən istəyəm belə ilk olaraq açıqlama gətirəsən. Nəyə görə qorxurdun kameradan? İndi gör neçə kamera qarşısındasan. Yəni, biz bunu dedirik, ya. Yəni ki, təbii məsələlərdən bağlı olan bir şeydir, insanın təbiətində olan bir şeylərdir olar. Bəlkə də yəqin ki, yaxın günlərdə düzələr. Get-gedə düzələr işlər. Təbii ki, Elşən də öz üzərində daimi olaraq çalışan əməkdaşlarımızdandır və ola bilsin ki, məndən çünki soruşurdular daimi olaraq ki, o bir səs gəlir hər zaman. O kimin səsidir? Və həmən o səs, soruşduğunuz səs, əziz tamaşaçılar, Elşən Mürsəlovun səsidir ki, qismət oldu səhərimizdə onu da görə bildik və Fəridəni eşidək. Bəli, Yusif, yenə deyirəm ki, bütün tamaşaçılarımızın sabahı xeyir olsun. Mən demək olar ki, yetərincə görsənmişəm, az da olsa məni tanıyırlar. Aha, sən artıq tanınırsan. Bəli. Halk sizi sevir, hə? Bəli. Necə xatırlayırsan? Yadına qalıbmı ilk olaraq hansı süjetini təqdim etdin məsələmizə? Bəli, yadıma gəlir. İlk mənim çəkilişim Qızıl Güllər olmuşdu, Yusif. Bəli. Qızıl Güllər olmuşdu. Yəni ilk dəfə mən efirdə, düzdür, ondan qabaq TTV-də başqa vəzifədəydim. Amma sırf səhərimiz olaraq ilk çəkdirdiyim sujet mənim Qızıl Güllər olub. Aha. Qızıl Güllər uğur gətirdi mənə elə gəldi sizə. Çünki ardı gəldi o sujetlərin. Həyəcan varmı? Məsələn, necə xatırlayırsan? Nə ilə yadda qaldı səhərimiz sənin üçün? Səhərimiz mənim üçün ümumiyyətlə... Bilirəm ki, evinizdən də daimi olaraq izləyirlər, xüsusi olaraq Bulxar nənədir, səhv etmirəm nənədir. Salamlayıram buradan, daimi tamaşaçılarımızdan da buyurun. Yusif bəy, belə deyək də, mən özünüz bilirsiniz ki, mən jurnalistikanı qutarmışam, öz ixtisasım üzrə bitirmişəm və belə deyək də, karyeramın ilk günlərini buradan başlanıb, praktik təcrübi cəhətdən, yəni ki, burada başlamışam. Ona görə də səhərimiz mənə təcrübi cəhətdən çox şeylər öyrətdi. Həqiqətən, yəni ki, bəlkə də universitetdə görmədiyim bir şeyləri burada gəlib öyrəndim. TTV-də. Bəli, TTV kanalında səhərimiz proqramı, əsas belə deyək, səhərimizdə televiziyaya aid olan bir çox şeylərə yiyələndim. Bəli, bu da ondan xəbər verir ki, ümumilikdə səhərimizdə bir layihə olaraq tək elə canlı efir məsuliyyəti deyil, görsənən sima ola bilər ki, aparıcı olsun, amma kadr arxasında neçə-neçə simalar çalışırlar. Çox böyük bir, mənə gəlir ki, gün ərzində 12-13 ədəd sujet, rubrika təqdim olunursa, xəbərdar gəlib buradan canlı xəbər çatdırırsa, deməli, burada komandanın çalışmasından söhbət gedir. Gəlin, musiqili qonağımızı dəvət edək, bir qədər əhvalımız düzəlsin və ondan sonra təbii ki, söhbətimizi davam etdirəcək. Cəlil bizimlədir, gənc və istedadlı müğənni. Xoş gəlmişsiniz, səhəriniz xeyir. Bu yaxınlarda oldu səhərimizdə. Yaxşısınızmı? Hər vaxtınız xeyir olsun, mən də bütün televiziya tamaşaçılarını salamlayıram, sizləri salamlayıram. Əladır, çox şükürlər olsun. Eşidək ilk mahnını və söhbətimizə qayıdacaq.
Məni məndən edirsən, məni yatıb hara gedirsən? Bəs deyirdin məni sevirsən, məni yatıb hara gedirsən? Məni məndən edirsən, məni yatıb hara gedirsən? Bəs deyirdin məni sevirsən, məni yatıb hara gedirsən? Gəl məni peşman etmə, məni mənə düşman etmə. Gəl məni peşman etmə, məni mənə düşman etmə. Gəl gözümün qarası, gəl ayımın parası, gəl başımın belası, ay gəl ömrümün əması. Gəl gözümün qarası, gəl ayımın parası, gəl başımın belası, ay gəl ömrümün mənası. Mən səni sevə-sevə, məni yatıb hara gedirsən? Sevdiyimi bilə-bilə, məni yatıb hara gedirsən? Mən səni sevə-sevə, məni yatıb hara gedirsən? Sevdiyimi bilə-bilə, məni yatıb hara gedirsən? Gəl məni peşman etmə, məni mənə düşman etmə. Gəl məni peşman etmə, məni mənə düşman etmə. Gəl gözümün qarası, gəl ayımın parası, gəl başımın belası, ay gəl ömrümün əması. Gəl gözümün qarası, gəl ayımın parası, gəl başımın belası, ay gəl ömrümün mənası. Gəl gözümün qarası, gəl ayımın parası, gəl başımın belası, ay gəl ömrümün mənası. Gəl gözümün qarası, gəl ayımın parası, gəl başımın belası, ay gəl ömrümün mənası. Minnətdaram Cəlil, təşəkkür edirəm. Buyurun əyləşin və siz də qoşulun bizim söhbətimizə. Yəqin ki, sizin də bir belə deyək, fikirləriniz olacaq səhərimizlə bağlı. İzləyirsinizmi ümumiyyətlə, yoxsa elə imkan yoxdur, vaxt yoxdur izləməyə? İzləyəndə izləyirəm. Bilirsiniz ki, toy mövsümləridir, ona görə... Gecələr gec yatıb, səhərlər gec qalxmaq söhbəti var. Ona görə imkanımız olanda çox maraqlı olur, baxarıq. Sizlərə dərin təşəkkürümüzü bildiririk. Yəni, maraqlı verilişlər apardığınız üçün, bizə göstərdiyiniz üçün təşəkkürümüzü bildiririk. Çox sağ olun, minnətdarım bilirəm. Hansısa bir hadisə varmı ki, yadınızda qalıb, bax bu səhərimiz efirdə olan müddəti? Baxmışsınız, bəlkə ola bilsin ki, mənim elə bir səhvim olub ki, siz görmüşsünüz, bəlkə bunu bugünlər açıqlayasınız. Yox, Yusif, mən elə gəl ki... Tam səmimi amma. Amma səmimi deyirəm də. Mən hələ ki, sizdə elə bir səhv tutmamışam. Ona görə də nə bilim, heç nə deyə bilmərəm o barədə. Yetərincə öz sözünü demiş insansan. Bir jurnalist kimi, yaxşı xanım, siz deyərsiniz mənim səhvlərimi. Bir jurnalist kimi Elşən istəyirəm, jurnalist gözündən səhərimizdə ümumiyyətlə çatışmayan nə vardı ki, bax, saxlamışdın özündə, bu günlər açacaqsan ki, bax, bu çatmırdı səhərimizdə. Ümumiyyətlə, yəni televiziya elə bir sahədir ki, buna milyonlar baxır. Yəqin ki, hər kəsin də öz fikri olur. Təbii ki. Hər kəsin də öz iradə ola bilər. Amma obyektivi cəhətdən götürəndə, ümumiyyətlə televiziya sahəsində götürəndə hər şey normaldır. Belə dekorasiyasından tutmuş, çəkiliş heyətinə kimi hər şey normal təşkil olunubdur. Ancaq ola bilsin ki, bəzən çatışmayan nələrsə ola bilər. Amma sizin bir aparıcı kimi həqiqətən də mən zövqümü oxşayıbsınız. Həqiqətən də çox gözəl. Nəinki mənim nail olmuşam. Nəinki mənim, yəni ki, bəlkə də çoxlarının. Çox sağ olun. Vurgulamaq istəyirəm ki, qardaşımız dedi, yəni zövqlər müxtəlifdir. Təbii ki. Yəni hər birimizi sevən də var, sevməyən də var. Kimlərisə də bizi necə deyim? Bəli, insanlar var qəbul edirlər, insanlar var ki, deyir bəyənmirəm. Bəli, yəni bizi elə hər
bizi yəni görən, bizi izləyən, bizi elə insanlar var, sevir, elə insanlar var deyir. Sən Allah. Düzdür. Tam razıyam. Belədir. Bu fikirlə Cəlil, tam razıyam. Yaşam. Bakı televiziyalarında da ola bilər. Hətta yəni ki, təkcə elə aparıcı var ki, şəxsən mən öz adımdan deyirəm. Yəni onu bütün Azərbaycan bir 80%, 90% yəni sevir, xoşlayır. Amma şəxsən mənim xoşuma gəlmir. Düzdür. Verilişə də dəvət edirlər. Mən ümumi belə deyim də, aparıcının ucbatından mən çıxmıram o verilişə. Bəli. Var belə məqamlar və fərqi yoxdur. Zövq yeganə belə deyək ki, var ki, insanda o zövq hissi ondan mübahisə etməyə dəyməz. Hər kəsin öz subyektiv fikri var və hörmətlə yanaşmaq borcumuzdur. Bugünə olan, bu mövsümə olan səhərimiz üçün son fikirlərini, hansı bir ürəyində qalan süjet vardı mı, hazırlamaq istəyirdin, vaxt çatmadı sən onu hazırlayasan? Bütün demək olar ki, meyvələr son zamanlar meyvələr, tərəvəzlərlə bağlı bütün belə deyək. Güllər, çiçəklər, meyvələr, tərəvəzlər, hamısı mənə elə gəldi ki, ürəyimdə qalan bir dənə lobiya idi, onu da Azər elədi. Çox sağ olsun, Azərə təşəkkürümüzü bildirir. Eşən, səndə vardı mı? Çox sağ olun. Yəqin ki, hər kəsin ürəyində öz arzuları, istəkləri var. Mən də səhərimiz proqramı üçün arzu və istəklərim odur ki, bundan da daha da inkişaf eləsin, digər televiziyalardakindən da belə üstün olsun. İnşallah gələnlər kimi də mövsüm boyu yəqin ki, səhərimizin yaxşı olması üçün hər kəs burada ürəkdən, canfəşanlıqla çalışacaq ki, gələn mövsümdə tamaşaçılarımızın qarşısına yeni stildə, yeni formatda tamaşaçılarımızı sevindirək. Fərdə xanım nə vəd verir tamaşaçılara yeni mövsüm üçün? Yeni mövsüm üçün onu deyə bilərəm ki, necə ki, indiyə kimi izləyirdilər, indən belə də TTV-ni izləməkdə davam eləsinlər. İnşallah yeni mövsümdə yeni layihələrlə, yeni verilişlərlə, yeni simalarla inşallah görüşlərinə gələcək. Ümid edirik. Son sözüm odur ki, belə deyək, bugün olan son sözümüz təbii ki. Bugünə bəli. İnşallah gələn mövsüm açılmağının birinci günü biz yəqin ki, sizin dilinizdən Şuşanın bugün işğaldan azad olunduğu gündür deyəcəksiniz. İnşallah. Uşaq əməlli başlı danışa bilirmiş. Bunu sıxma boğmaya salmaqla deyilmiş. Çox sağ olun, təşəkkür edirəm və Cəlilin növbəti ifasına keç salaq. Gözəl səni sevən, baxşanızdan arəkən. Bir gözəl səni sevən, baxşamızdan arəkən. Uzandıqca boyun sənin, gözəl olur üzün sənin. Böyüyüb olasan gəlin, mənim olasan maral. Uzandıqca boyun sənin, gözəl olur üzün sənin. Böyüyüb olasan gəlin, mənim olasan maral. Eşkinə düşdüm maral, eşkinə düşdüm maral. Bizi baxşaya bir gəl, baxşadan arın olan, dağlarda qarın olan, sənin yarın mən olan. Bizi baxşaya bir gəl, baxşadan arın olan, dağlarda qarın olan, sənin yarın mən olan. Əlinə xına yaxın, gözünə sürmə çəkim. Əlinə xına yaxın, gözünə sürmə çəkim. Mənim könlümə kin, könlümdə gizli qalsın. O da yaşasın maral, əllərdə saralıb solan. Mənim könlümə kin, könlümdə gizli qalsın. O da yaşasın maral, əllərdə saralıb solan. Maral, 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 eşkinə düşdüm maral. Maral, maral, eşkinə düşdüm maral. Bizi baxşaya bir gəl, baxşadan arın olan, dağlarda qarın olan, sənin yarın mən olan. Bizi baxşaya bir gəl, baxşadan arın olan, dağlarda qarın olan, sənin
eşkinə düşdüm maral, 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 eşkinə düşdüm maral. Bizi baxşaya bir gəl, baxşadan arın olar, dağlarda qarın olar, sənin yarın mən olam. Bizi baxşaya bir gəl, baxşadan arın olar, dağlarda qarın olar, sənin yarın mən olam. Maral, maral, maral. Minnətdarıq, təşəkkürümü bildirirəm və xüsusi olaraq mahnını bizim TTV xəbərinin əməkdaşı Rahim İbrahimoğlu çox bəyənir. Əgər izləyirsə bizi salamlayırıq onudan və inanıram ki, ürəyincə oldu sizin ifanız. Və uşaqlar, sizi yola salıram hər birinizi, təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdarıq. Yenə də mən tək sizinlə əziz tamaşaçılar, amma musiqili qonaqlarımız olacaq, digər qonaqlarımız da olacaq, əməkdaşlarımız olacaq bizimlə birlikdə. Mən isə SMS-lərlə nəzər yetirmək istəyirəm. Mehman Piriyev yazıb ki, Adrenalin Tok Şousunun aparıcısı, təbii ki, tanıyırıq hər birimiz. TTV səhəri özünə məxsusluğu ilə yadda qaldı. Bu mövsüm bir də mənim səhərdə qonaq olmağımla yadda qaldı. Mehman, təşəkkürümü bildirəm Mehman və nəzərinizə çatdıraq ki, şənbə gündən etibarən artıq Adrenalin Tok Şousu'da mövsümə belə deyək, tətilə istirahətə yollandı və yeni mövsümdən yeni verilişlərlə görüşünüzə gələcək, yeni gözəl mövzularla görüşünüzə gələcək. Diqqətiniz TTV'də olsa təbii ki, bütün bu gözəlliklərin canlı şahidi olacaqsınız. Elman Tovuz uğurlar arzulayıb bizə. Minnətdarıq, təşəkkürümüzü bildiririk. Türkan Həsənova yazıb ki, həmişə irəli TTV səhər. Yusif sənə və komandana uğurlar. İmza Türkan TTV. Təşəkkürümü bildirirəm Türkan xanım. Minnətdaram, çox sağ olun. Sevgi Nağlı adlı bir şəxs yazıb ki, hər cür yadda qaldı. Sevincinizlə Yusif Qaqa həmişə efirə çıxanda səni gülər üzlə çıxdım və hər cürdə yadda qaldınız. Ən mühüm məsələni bəzən insan başa düşmədiyi, özümüzə sual verib başa düşməyəcəyimiz sualları sən özün açıqladın. Mən açıqladım, mən sizi çalışdım ki, agah edim nələrdənsə, amma Sevgi Nağlı, sizin SMS-lərinizi hələ də mən tam şəkildə tamaşaçılara çatdıra bilmədim. Təbii ki, bir qədər aydın yazmaq lazımdır və daimi tamaşaçımız Əminə Novruzova deyərdim ki, səhərimiz efirə girdiyi müddətdən bizimlə birlikdə oldu və bizim mövzulara qoşuldu, telefon xəttində oldu. Bu günlərdə ənənəsinə sadiq olaraq SMS-ini göndərib, sabahınız xeyir Yusif bəy, necəsiz? Təşəkkürüm bildirəm. Biraz həyəcanlı, biraz belə deyək, sevincli, biraz kədərliyəm bunu belə deyim. Hər bir verişiniz öz dəyərli mövzuları ilə, maraqlı rubrikaları ilə yadda qaldı. Yusif bəy, sizə və sizin əməkdaşlarınıza uğurlar arzulayıram. İnşallah yeni mövzularla yenidən verilişinizə aparmağı arzulayıram. İnşallah yazıb, çox sağ olun, minnətdarım bildirəm. Və daimi tamaşaçılarımızdan biri Cümşüd Məmmədov yazıb, salam Yusif bəy, səhəriniz xeyir, bütün hər kəsi salamlayıram. Sizin ən yadda qalan məqamınızı ayrıt edə bilmirəm. Çünki hər buraxılışınız özü elə bir uğur yadda qalan idi. İnanın bu qədər vaxtı çox darıxacağıq sizlər üçün, amma növbəti sezonda daha geniş təqdimatda, daha rəngarəng rubrika və süjetlərlə sizləri TTV məkanında görmək ən böyük arzumuzdur. Mən də TTV xəbər olaraq layihənizdə bu dəyişiklikləri sevə-sevə tamaşaçılara çatdırmağı özümə borc bilirəm. Uğurlar sizə, Allah əmanət, Allaha əmanət olun. Yeni mövsümdə görüşmək ümidi ilə. Təşəkkürümü bildirəm Cümşüd, sənin timsalında bütün TTV xəbər əməkdaşlarına təşəkkürümü bildirirəm və sizə də uğurlar arzulayıram. Bütün layihələr istirahətə gedə bilər, amma TTV xəbər operativ olaraq öz işini davam etdirəcək və siz tamaşaçıların qarşısında çıxacaq. SMS-lərin bir qismi idi, çatdırdım vaxt və də tez gəlib çatdı ki, artıq verişimizin birinci saatını geridə qoymuşam. Qonaqlarımı dəvət edim. Əslində qonaq deyirlər, bizim üçün doğma və əziz olan şəxslərdir, əməkdaşlarımızdır, müxbirlərimiz Pərvinə Hüseynova və Azər bizimlədir, gənc və yeni TTV-yə qoşulan əməkdaşlarımızdan birim. Necəsiz, yaxşısınızmı? Xeyr Yusif, Hər vaxtınız xeyir olsun. Demək istəyirəm Buyurun, Yusuf, əyləşin. amma yaxşıyam deyə bilməyəcəm, çünki artıq biz də mövsümə bağlanırıq, tamaşaçılarımızdan ayrılırıq. Siz deyildiniz ki, mənim bezdirən ki, ay Yusuf, nə vaxt bitiririk bu verilişi, biz yorulduq axı. İndi nə burada deyirsən ki, yaxşı deyilik? Yusuf, yorulduq deməyək, həqiqətən də bizim işimiz elə bir sahədir ki, biz heç vaxt yorulmuruq. Əslində biz işimizdən istirahət edirik. Təbii ki, bütün işlərdə olduğu kimi bizdə də hərdən olur ki, o çətinliklərə insan düşəndə artıq yorulduğunu zənn edir. O baxımdan hərdən düzdür, bizdə də olub, amma təbii ki, bu bir zarafatdır. Ən çox, mən deyərdim ki, çalışan, ən çox gedib kənardan insanları tapıb təqdim edən əməkdaşlarımız görürdünüz Pərvinə Hüseynovanı ki, daimi olaraq Qəlyonaltı rubrikasında peşələrdə gəzməli, görməli məkanları səyahət edirdim və Pərvinə, mən bunu etiraf edəcəm bu günlər ki, çox paxıl insansan.
bəli, mən həqiqətən etiraf edirəm ki, məndə paxıllıq və eqoisi var. Əslində onu mən paxıllıq adlandırmazdım. Mən həqiqətən mən ona görə demirəm, qarşımdakı paxıl insansan. Sən bütün hamını təqdim etdin. Bir məni təqdim etmədin, bir də bizim Müsalə xanımı qəlyanaltıya çəkmədin. Yox, Yusif, mən tamaşaçılarımıza qeyd edim ki, biz Yusifi çəkmişdik və həqiqətən orada elə anlar oldu ki, mən Yusifin həqiqətən də xətrinə dəmişdim, efir vasitəsilə də. Yəqin ki, sən bunu dedin ki, mən sənə üzr istəyim və mən tamaşaçılarımıza deyim ki, mən minlərlə, yüzlərlə dəfə Yusifdən üzr istədim. Həqiqətən, Yusif də öz aləmində bilmirəm, bağışladı, bağışlamadı, amma həqiqətən mən özümü sənin yerinə bir anlıq qoydum ki, həqiqətən səhv məndə idi. Etiraf edeyim. Bu da bax bizim TTV ailəsinin bir üzünün böyüklüyü, səhvini etiraf etdi. Azəri eşidək. Salamlayıram hər birinizi, bizi izləyənləri. Maraqlı idi, mənim üçün də gözəl günlər idi. Düzdür, demək olar ki, sonlara yaxın qoşuldum sizə və mənim TTV-də fəaliyyətim məhz səhərimizlə başladı. Burada belə deyək ki, maraqlı idi və çox da belə deyim ki, işimizdən zövq alırdıq biz həqiqətən də. Çünki mənim adi sizin üçün, səhərimiz üçün yığdığım və efirə gedən hər bir sujetimiz belə mənim üçün böyük bir uğur idi və mən öz işimlə hardasa fəxr edirdim. Fəxr etməyə dəyər, mənə gəlir ki, hər birimiz şərəfli bir yol seçmiş özümüzə və belə deyək, uğur qazanmışıq. Ən əsası odur ki, TTV-nin ən müsbət cəhəti digər telekanallardan fərqləndirən cəhəti odur ki, burada öyrədirlər. Burada öyrədirlər və hər kəs bir doğmadır bir-birinə, hər kəs əzizdir bir-birinə və bilmədiyimiz şeylərdir. Mən də, siz də, digər də o biri də öyrənməyə çalışmışıq və təşəkkürümü bildirəm. Elə bizim fərd olaraq üzərimizdə əziyyəti olan bütün insanlara çox sağ olsunlar ki, ən azından bizə bir yol göstərdilər, bir məsləhət. Bəlkə musiqili qonağımızı dəvət edək, bir əhvalımız bir qədər düzəlsin. Gözəl xanımı dəvət edəcəm bura. Olub səhərimizdə bir neçə dəfə və öz gözəl ifalarını təqdim edib hər dəfə tamaşaçılar da bilirəm ki, sevə-sevə dinləyiblər. Arzu Qarabağlı bizimlədir, bu günlərdə bizimlədir və öz gözəl musiqilərini təqdim edəcək. Biraz ehtiyatlı olun. Xoş gəlmişsiniz. Necəsiz, yaxşısınız mı? Sağ olun, sabahınız xeyir olsun, çox sağ olun. Siz necəsiniz? Çox sağ olun, yaxşıyıq və sizi gördük, çox da yaxşı oldu. İlk musiqi nömrəsi gəlsin, söhbətimizi davam etdirəcəyik.
düşmüsən, yaman düşmüsən, ay könlümə düşmüsən, yaman düşmüsən. Minnətdaram, təşəkkürümü bildirəm, əyləşirik Sağ olun, və sağ olun. təbii ki, Arzu xanımın da fikirlərini alacağıq səhərimizlə bağlı. Səhv etmirəmsə 2 ya 3 dəfə olmusunuz bizdə qonaq. Hansı təəssüratlar yaranıb sizdə? Nə deyə bilərsiniz bizim bu layihəmizlə bağlı? Səhərimizdən söhbət gedir. Səhəriniz çox qəşəngdir, çox gözəldir. Əlbəttə ki, insanlara böyük zövq verir, böyük ruh verir. Ona görə də mən dəfələrlə buradayam. Çox qəşəngdir. Həyəcanlısınızmı, yoxsa nəsə? Yox, yaxşıdır hər şey. Bəlkə də yoxsuzsuz. Hə, Başa düşdüm, aydındır. Uşaqlar, hansı daha maraqlı məqamlar var görüşək tamaşaçılarla? Nələrlə yadda qaldı? Yusif, mənim yadımda həqiqətən həddən artıq çox şeylər qalıb. Mən onu vurğulamaq istəyirəm ki, ilk çəkilişim elə mənim Qalyanaltı rubrikasından başlayıb. Necə xatırlayırıq ilk çəkilişimizi? İlk çəkilişim elə sənlə oldu və mən belə deyim ki, praktikant kimi getmişdim. Amma nədənsə səhv fikirləşdim ki, elə digər televiziyaların operatorlarından biri idi və sən necə oldusa fikirləşdin ki, mən onu Qalyanaltı rubrikasına çəkməliyəm. Bəli, yadıma gəlir Qazax şəhərində biz etmişdik bu çəkilişi. Və mən də həqiqətən belə çox həyəcanlıydım. Fikirləşirdim ki, yəni bu televiziyada işləyən insandır və mən bunu necə çəkəcəm, nə edəcəm. Amma həqiqətən də çox uğurlu alındı və həmin gündən mən Qalyanaltı rubrikasını, peşələr və gəzməyə görməyə rubrikasının aparıcılığı, belə deyim ki, sujetlərinin aparıcısı oldum. Arzu xanımın növbəti ifasına keçid alaq. Təbii ki, Arzu xanımı da yola salacağıq. Digər musiqi qonaqlarımıza yer verəcək. Gəlsin növbəti ifa.
Təşəkkürlər. Qonaqları yola salırıq və siz isə reklamları izləyirsiniz. Reklamları izlədi və yenidən bir aradayıq. Daimi tamaşaçılara məlumdur ki, reklamlardan sonra xəbər vaxtı olur sizdə, amma bu günləri xəbər olmayacaq. Oruç Mansurov bizimlə birlikdədir. Oruç, xoş gördük, necəsən? Çox sağ olun, Yusuf, sabahınız xeyir olsun. Buyur, ələşə söhbət edək. Və mən xüsusi olaraq elə ilk olaraq təşəkkürümü bildirəm. Bax, burada dayanıb xəbər çatdıran TTV xəbərin əməkdaşları var. Vüsal Tağıyev, Rəna Cabir qızı, Zülfiyə Fürüdin qızı, Oruç Mansurov. Başqa kimsə olub mu bizdə? Məncə yox. Yox. Və digər əməkdaşlara da uğurlar arzulayırıq işlərində. Bəli, qeyd etdim Rəna xanımı da, Rəna Cabir qızını. Necədir vəziyyət? Vəziyyət yaxşıdır, işləyirik. TTV xəbər hər zaman iş başındadır və siz də artıq istirahətə yollanırsınız. Demək olar ki, Zülfiyə və mənim ümumiyyətlə xəbərdə işlərimiz biraz yüngülləşdi. Yəni sizi yola salırıq istirahətə. Fikir verir. Bəli. Mən amma belə düşünmürdüm. Necə düşünürdünüz? Mən düşünürdüm ki, sizin elə yorğunluğunuz bəs bax burada çıxır, burada istirahət edirsiniz, səhərimizin stüdiyasında. Axı qonaqlar da bunu deyir. Düzdür, yorğunluğumuz səhərdə çıxır, çünki bizim xəbərlərimiz live xəbərlər olurdu və tamaşaçılar məlumatlarınızı xəbər olurdu. Amma onda qeyd edim ki, biz sizin səhərlərə axşam vaxtı TTV xəbərin adına yaraşan xəbərlər olurdu. Təbii ki, verilişin formatına uyğun olaraq. Çox gözəl və ələncəlamlar da yaşadırdınız, tamaşaçılara düşündürürdünüz də, informasiyalar çatdırırdınız. Musiqili qonağımızı dəvət edək, Elşən bəy gəlsin, gənc müğənnilərdən birisi. Öz gözəl ifasını təqdim etsin. Xoş gəlmişsiniz, səhəriniz xeyirsindən. Birinizi bütün Türkəl TV'nin əməkdaşlarına ürəkdən salamlayıram. Təbii ki, başda rəhbəri olmaqla hər birinizə uğurlar arzu edirəm. Gəlsin itmanınız işdən. Zaman boynumdan bir peri gördüm, adamlar kocalar. Vaxtımda parlayan ülkeri gördüm, adamlar kocalar. Vaxtımda parlayan ülkeri gördüm, adamlar kocalar. Əzizim tərsəməni, 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 yazalıb tərsəməni, tərsəməni, tərsəməni. O qədər cövr eləyib, cövr eləyib, cövr eləyib, tanımaz görsəməni, görsəməni, görsəməni. Adamlar qoca dağlar, adamlar qoca dağlar, adamlar qoca dağlar, adamlar qoca dağlar. Yine gördüm seni yar yana düştü, adamlar koca dağlar. Yürek dövreyleyip canıma düştü, adamlar koca dağlar. Yürek dövreyleyip canıma düştü, adamlar koca dağlar. Əzizim tərsəməni, tərsəməni, tərsəməni.
Çox sağ olun, buyurun, əyləşin və Oruç, istəyirəm səndən soruşum, nə ilə yadda qaldı TTV Səhər sənin üçün səhərimiz? TTV Səhər nə idi? TTV Səhərdə xəbərlər. Türkiyə TV-nin səhərimizi. Bəli, Yusif, çox maraqlı məqamlar oldu. Əsasdakı səhərimiz verilişində, xəbərlərdə. Çünki Zülfiyə və mən, biz bayaq qeyd etdim ki, təəccübləndirici live xəbərlər təqdim edirdik və o xəbərlər efirə gedən vaxt ilə bizim özümüz də təəccübləndirirdi və bu təəccübümüzü bəzi məqamlar olurdu ki, gizlədə bilmirdik. Və bugünə olan, mövsümə olan son fikrini eşidək ki, nə arzuyursan səhərimizə? Səhərimiz böyük nailiyyətlər, uğurlar əldə edib. Amma yenə də yeni sezonda bundan da böyük nailiyyətlər, uğurlar arzu edirəm. Siz yaradıcılıq şöbəsiniz və mən xəbərçiyəm. Axı sizdən mənim qulağıma bəzi məqamlar gəlir ki, yaxşı mənasında ki, səhərimizdə yeniliklər çox olasıdır. Bəli, olacaq. İnşallah. Təbii ki, tamaşaçılar gözləsinlər və mən bir elan nəzərinizə çatdırmaq istəyirəm. Əziz tamaşaçılar, bugün Tovuz şəhərində icra hakimiyyətinin binası ilə üzbəüz Şirniyyat evi istifadəyə veriləcək. Siz sakinlər üçün Sabir küçəsində təbii ki, saat 11:00-da Ayan Palasın belə deyək, təşkilatçılığı ilə gedə bilərsiniz. Oradakı gözəlliyin və bir-birindən gözəl dünyanın məşhur şəhərlərinin, məşhur mətbəxlərin şirniyyatları məhz təqdim olunacaq bu günlərə. Hansı daha nələr gözləyir orada, hansı sürprizləri təşkil edib sizin üçün Ayan Palas, Şirniyyat evi. Buyurun, üstün Sabir küçəsində icra hakimiyyətinin binası ilə üzbəüzdə yerləşir Şirniyyat evi. Canlı şahidi olun, elə biz də verilişdən sonra yollanacağıq ora. Və təşəkkürümü bildirəm Elşən bəy sizə. Yəqin ki, sizin də bir fikirləriniz olacaq. Çox sağ ol Yusuf bəy. Bir sözlə desəm, doğrudan da sizin kanal çox baxımlıdır, çox sevilən bir kanaldır. Hər birimiz sevə-sevə izləyirik. Sizlərə də öz minnətdarlığımı bildirirəm ki, bu dəyərli verilişinizə dəvət eləmişsiniz. Çox sağ olun. Çox sağ olun ki, mən bütün belə deyək, qonaqlarıma təşəkkürümü bildirəm, qonaqlarımıza təşəkkürümü bildirəm. Hər zaman bizim təklifimizi qəbul etdilər. Necə gəldilərsə, onu təbii ki, prodüserlər danışacaqlar bu günlər buradan. Biz isə keçid alırıq bir sujetimizə, deməli, əməkdaşımız Əliyar Mütəllimoğlu hazırlayıb. Hazırlıq vaxtı necə ərsəyə gəlir səhərimiz və necə olur ki, sizin görüşünüzə gəlir. İzləyin, qonaqlarımızı isə təbii ki, yola salıram mən. Diqqətiniz bizdə olsun. Sabahınız xeyir əziz tamaşaçılarımız, artıq gördüyünüz kimi səhərimiz verilişi efirdədir və səhərimiz verilişi artıq bir ildir ki efirdədir. Bir illik yayın müddətində qazandığımız uğurlara görə başda Yusif bəy olmaqla bizim həmkarlarımızı təbrik edirəm və artıq biz bu günlərim səhərimiz verilişini yekunlaşdırırıq. Ümid eləyirəm ki, bir il ərzində sizə biri-birindən maraqlı proqramlar, verilişlər təqdim edə bildik. Qəlyanatı rubrikasına keçid aldıq və bu fürsətdən istifadə edərək elə ilk olaraq da mən yaxınlaşmaq istəyirəm Yusif bəyə. Yusif, sabahın xeyir olsun. Salam Əliyar, necəsiz? Təbrik eləyirik. Artıq bir illik, belə deyək, efir müddətimizi başa vurduq və ümid eləyirəm ki, çox uğurlar bizi izlədi və buna nail ola bildik. Yusif bəy, ümumiyyətlə bir il ərzində nələrə nail oldu səhərimizdə? Səhərimizdə çox şeylərə nail olduq. Tək mənim əziyyətim deyil, burada təbii ki, sizin də əziyyətiniz var, operatorumuz Royalın da əziyyəti var. Ümumilikdə səhərimiz adına çalışan hər bir kəsin əziyyəti var və bu qələbə varsa, yəni bir uğur varsa, tamaşaçı tərəfindən qəbul edildiksə, buna hamımız sevinməliyik. Bir kəlmə onu deyə bilərəm ki, ən azından kənarda kimsə məni görəndə səhərimiz verilişində aparısı deyə mənə müraciət edirlərsə, deməli, nəyəsə nail olmuşuq. Hazırda elə bir məkandayıq ki, efirin yayımlanması və ən əsası səhərimiz layihəsini siz efirdə hansı kadrlarla görürsünüz, hansı səslə eşidirsiniz, ümumiyyətlə hansı hadisələr baş verirsə, bax bu məkandan birbaşa olaraq sizə yayımlanır.
Burada isə əziyyəti keçən və ən çox əziyyəti keçən xanımlarımızdan biri yanındadır. Beləcəm, xanım yanındadır ki, onun sərimiz layihəsində çox böyük əziyyəti var. Prodüserlərin ümumiyyətlə özlərindən çox böyük vəzifə düşür ki, verilişi olduğu kimi idarə eləyə bilsin və tamaşaçılarımıza maraqlı verilişlər təqdim edə bilsin. Aparıcı ilə, belə deyəcəm, prodüserin vəzifəsi belə götürəndə burada prodüser danışır bu məkanda, orada aparıcı danışır. Hər ikisi eyni vaxtda verilişi idarə edirlər. Necə idi bu bir il? Ümumiyyətlə, hansı maraqlı hadisələrlə yadda qaldı sizin üçün? Maraqlı hadisələr, nə bilim, nə deyim, çox sağ olsun ki, təbii ki, Ayaz bəyin sayəsində maraqlı hadisələr yadda qaldı. Onun zarafatlarının nəticəsində yadda qaldı. Amma beləlikdə ümumilikdə götürsək, səhərimiz ümid edirəm ki, əsas odur ki, tamaşaçıların yaddaşında daha yaxşı qalsın ki, yeni mövsümdə də bizi izləməyi unutmasınlar. Bu mövsümdə çalışdıq ki, tamaşaçılara daha yaxın olaq. Bizim Qəlyanaltı Peşələr rubrikamız var idi ki, biz məhz tamaşaçılara bu rubrikalarla biraz daha yaxın olduq. Ümid edirik ki, növbəti layihə mövsümümüzdə biz bundan daha da yaxın olacaq ki, məhz tamaşaçılar mənə elə gəlir ki, insan özünü efirdə və yaxud digər bir şeydə görsək, ona daha maraqlı gəlir həmin layihə və biz də çalışacağıq ki, məhz tamaşaçılarla birgə işləyək ki, tamaşaçılara daha maraqlı olsun bizim layihəmiz. Ayaz bəy, nə fikirlərinə bax, görək, başına hansı maraqlı hadisələr gəldi bu bir il ərzində səhərimiz layihəsində? Nasıl gəldi? O qədər. Elə bir momentlər olub, şapka gedib efirə, STS keçib. Mən qapıdan girmişəm, nə tər girmişəm onu bir Allah bilir. Bu da xanım bilir. Çox olub, prost yadımdan çıxır mənim tez-tez. Və uğurlar arzulayam hamısına. Sağ olun. Təbrik edirəm, inşallah yeni mövsümdə yeni layihələrin tamaşaçılar qarşına çıxarıq və layihələrimiz tamaşaçılar tərəfindən bəyənilər. Biz də bunun bəyənilməsi üçün operator olaraq əlimizdən gələn edirik və eləməyə də hazırıq. Sahəmizlə bağlı maraqlı onlar çox olubdu. Ən çox da burada yox, çox səkslərində, nə bilim, dağlarda, dərlərdə belə. Yeni mövsüm üçün artıq bu mövsümü tamamlamalıyıq. Və biz tamamladıq. Əziz tamaşaçılarımız, bizlərdən sizə ancaq və ancaq xoş anları bəxş etmək, bir-birinə maraqlı sujetlər çatdırmaq, bir-birinə maraqlı qonaqlarla sizləri görüşdürmək. Bax, bu bizim missiyamız idi. Çalışdıq ki, bunu edək. Ümid eləyirəm də ki, edə bildik. Bizlərdən bu qədər. İnşallah yeni mövsümdə görüşərik. Röyal Əsadov, Əliyar Mütəllimoğlu, xüsusi olaraq səhərimiz üçün. Təşəkkürüm bildirəm əməkdaşlarımıza, çox sağ olsunlar. Bax, bu idi bizim işimiz və SMS-lərə nəzər yetirim. Ceyran Əkbərova yazıb ki, salam Səhəriniz Seyri Yusif, qonağınızla salamlayıram. Səhərinizin bütün buraxılışları yadda qalan olub. İnanıram ki, gələn mövsümdə də yeni rubrikalar və süjetlərlə TTV-nin məkanda olacaqsınız. Sizə uğurlar, çox sağ olun Ceyran xanım, minnətdarım. Digər SMS-lərə nəzər yetirəcəm, amma qonaqlarımı dəvət etmək istəyirəm. Yenə də qeyd edim ki, bura dəvət edəcəyim insanlar da qonaqlar deyil, elə bizim ailəmizin bir üzvüdür. TTV əməkdaşları səhərimizdə əziyyəti böyük olan şəxslər Həsən Qəhrəmanoğlu prodüserlərdir. Durdana xanımı salamlayırıq buradan. Müəyyən səbəblərə görə iştirak edə bilmir. Tural Əliyev və Emil, xoş gəlmişsiniz. Salamlayıram, xoş gördük. Tural həm prodüser olaraq bizə, belə deyək, xidmət göstərirdi, həm də idman xəbərlərini çatdırırdı. Daimi olaraq tamaşaçılara məlumdur və böyük əziyyəti var, böyük zəhməti var. Həsən, necədir vəziyyət? Çox əvla, yaxşıdır. Şükür Allaha. İnşallah sizdə necədir Tural, Emil? Yaxşıdır, şükür Allah. Çox sağ olun. Nə fikirləşirsən? Həsən, necə danışaq, bizim belə çətin vəziyyətlərimiz olub, qonaqlar elə olurdu, gecikirdilər, haradasa səhər tezdən zəng edirdik, mobil telefonlara zəng çatmamaq, Həsəni axtarmaq, bax bu məsələlərlə bağlı istəyirəm. Ən həyəcanlı anlarımızdan danışaq. Düzdür Yusuf, elə hər gün həyəcanlı anlarımız olur. Elə günümüz yoxdur ki, həyəcansız keçirək. Müğənnilərimiz də ki, belə də zəng vururuq, bizi umutlu eləyirlər. Sabah
verilişə 2 saat qalmış, 3 saat qalmış deyirlər ki, bəs problem var, uşaq xəstədir və yaxud da başqa bəhanələr gətirirlər, efirə gəlmirlər. Tural üçün nə? Yusif, ümumiyyətlə deyim ki, səhərimiz yenicə başlayanda ilk növbələrdə həqiqətən də biz çox çətinlik çəkirdik prodüserlər qonaq baxımından. Çünki qonaqları dəvət edirdik, müəyyən səbəblərə görə gəlmirdilər. Şükür olsun, artıq bu problem həll olunub. Hansı bir təşkilatlıqla dostluq edirik və hansına müraciət ediriksə çox sağ olsun bizi qırmırlar, artıq gəlirlər. Emil Eştək. Çox sağ olun Yusuf müəllim. Mən də öz adımdan sizlərə dərin təşəkkürümü bildirirəm ki, bizi bugünkü verilişdə, yəni yekun olaraq sezon verilişə dəvət etdiniz. Hər bir insana uğurlar arzulayıram. İstər sizin səhərinizin bütün əməkdaşlarına, istərsə televiziyanın bütün əməkdaşlarına uğurlar arzulayıram. Başda Kənan müəllimə olmaqla. Çox sağ olun, minnətdarım. Və Emilin istəyirəm bir bacarığı da var. Yəni ki, izləmişsiniz bir neçə dəfə hər bir hissə konsertlərinizdə oxuyub. İstəyirəm bir canlı bir şey işləyək Emildən. Mümkündürmü? Olar Yusuf. Dağ başında bir gül gibi boyu bükük kalan yarim, bir kez sana bağlanmışım, ben kendimi unutmuşum ey aşkın ile kahrolmuşum, sevdan beni kül eyledi, aşkın ile kahrolmuşum, sevdan beni kül eyledi. Təşəkkür bildirəm, çox sağ ol Emil. Yeni mövsümdə bəlkə də tamaşaçılar səni elə musiqili qonağımız kimi də görə biləcəklər. Yadda qalan məqamlardan danışaq. Nələrlə yadda qaldı sizin üçün səhərimiz? Səhərimiz ümumiyyətlə TTV bu il çox hadisələrlə yadda qaldı Yusuf bəy. Buna misal göstərmək olar bizim verdiyimiz konsertlər, bizim təşkil etdiyimiz konsertlər və əminəm ki, yeni mövsümdə də bunun davamı gələcək. Səhərimizdə də həqiqətən də çox maraqlı qonaqlarımız oldu, canlı musiqilərimiz oldu ki, bir müddət ondan danışıldı ki, həqiqətən də biz onu elədik və inanıram ki, Yusuf bəy, yeni mövsümdə yeni nailiyyətlər olacaq, bundan da yaxşı olacaq inşallah. Təşəkkürümü bildirəm, çox sağ olun və həqiqətən də olacaq. Biz vəd veririk tamaşaçılara, çalışacaq bir komanda şəklində. Mən bir musiqili qonağımızı dəvət edim. Çox tanış bir insandırsa, səhərimizdə də olub, elə Gündüz TV layihəsində aparıcısı kimi də tanıyırsınız və onu da nəzərinizə çatdıraq ki, artıq Gündüz TV layihəsində mövsümün belə deyək, son buraxılışı ilə gəldi görüşünüzə, yeni mövsümdə gələcək və Vüsalə belə deyək, Əskərova bizimlədir, Vüsalə Əskər bizimlədir, xoş gəlmişsiniz. Səhəriniz xeyir, Vüsalə xanım. Sabahınız xeyir, Don Corleone, yaxşıyam, çox sağ olun. İttalyan opera, necə görsən mən siz? Çox sağ olun, minnətdaram. Nə var, nə yox? Təşəkkürümü bildirəcəm Andromax'a. Təbii ki, yenə sahil geyindirib göndərib, deyir ki, alın ha, yana qalın ha, mən Andromax müştərisiyəm. Vüsalə xanım da. Mən də tamaşaçılarımızı salamlayıram, təbii ki. Yayda ancaq bol-bol vitaminlər qəbul eləsinlər. Fərdə xanım o qədər məlumat verib ki, bu barədə bütün meyvə qoymayıb. Meyvə tərəvəz qalmadı. Meyvə tərəvəz qalmayıb. Fərdə xanım bütün hamısının həyat və yaradıcılığını belə deyim də açıqlayıb. Bol-bol vitaminlər qəbul eləsinlər, canları sağ olsun ki, immunitetləri güclü olsun ki, gələn mövsümdən bizi daha da sağlam izləsinlər. Eşidək mahnımızı Vüsalə xanımın ifasında. Əslində görkəminizə görə mən başqa bir mahnı seçmişim. Onda mən ön plandayım. Bəli. A volte sai non so perché mi trovi a chiedermi cosa sarà che sta paura che ho di pedirti, che cosa c'è dentro di te che ti fa ogni volta mi fa innamorare di te. Mi piace sempre passeggiare e stuzzicarmi a te, poi il frase come sto e mi chiamo sopportando te.
e forse proprio tuo carattere possibile che mi fa innamorare di te. Cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, sempre cosa di più, senza te che cosa fare. Cosa sei quando amici vi sei, all'istante e per adesso così. Cosa sei, non lo sai neanche tu cosa sei. Mi piace quando sei indecisa tra blu e BD. Mi chiedi cuore ma sì già che cosa metterti. E questo nudo un po' infantile e non crescere che mi fa innamorare di te. Cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, sempre cosa di più, senza te che cosa fare. Cosa sei quanto amici vi sei, all'istante e per adesso così. Cosa sei, non lo sai neanche tu cosa sei. Se tu sapessi come sei quanto ti incavochi e mi ricordi cosa perderei nel perderti e poi ti sciogliono improvviso conto con quelle e mi fai innamorare di te. Cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, sempre cosa di più, senza te che cosa fare. Cosa sei quanto amici vi sei, all'istante e per adesso così. Cosa sei, non lo sai neanche tu cosa sei. Cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, cosa sei, sempre cosa di più, senza te che cosa fare. Cosa sei quanto amici vi sei, all'istante e per adesso così. Cosa sei, non lo sai neanche tu cosa sei. Minnətdaram, təşəkkürümü bildirəm. Çox sağ olun. Ən azından vəziyyəti dəyərləndirə bilirsiniz. Əlimdən gələni Ona görə edirəm. təşəkkürümü bildirəm. Çox sağ olun. Həsənin sözü var deyəsən. Buyur Həsən, eşidirik. Həsənin sözü var deyəsən. De Həsən. Bəli. Çox sağ olsun, salamlayıram bütün Gürcüstanda yaşayan Azərbaycanlılara. Mikrofonu zəhmət olmasa. Buyurun. Gürcüstandan sənə atəşli salamlar var. Kamilin ailəsindən. Salamlayırıq Kamili də, ailəsini də, bütün Gürcüstanda yaşayan soydaşlarımızı da. Deyirlər ki, nə vaxt gələcək o Yusuf qağamız biz tərəflərə. Gələcək tezliklə o tərəflərə. Və çox sağ olsunlar, ümumilikdə bizi seçdilər, bizi izlədilər tamaşaçılar. Belə deyək, artıq çox az bir vaxt qalıb ki, sağollaşmağa. Mən uşaqlar sizin hər birinizə təşəkkürümü bildirəm, prodüserə sizə minnətdarım bildirəm. Çünki belə deyək, özəyində siz dayanmışsınız bu səhərimizin. Qonaqsız mənimlə gəlir ki, heç kimin evi olmasın, heç kimin ocağı olmasın qonaqsız. Qonaqlı, qaralı olmaq daha gözəldir, daha rəngarəngdir. Çox sağ olun, minnətdarım bildirəm. Başda Durdana xanım olmaqla təşəkkürümü bildirəm sizə. Mən istəyirəm bizim digər əməkdaşlarımız da öz təbrik paylarını çatdıracaqlar. Onlar da gəlsinlər, öz təbriklərini çatdırsınlar. Amma mən Vüsalə xanım, eşidək bir gözəl bir mahnı sizdən. Əslində bu mahnını sizə görə ifa eləyəcəm. Yox, o mahnı olmayacaq. Niyə? İstəmədiniz? Biz istədiyi sadəcə olaraq vaxt istəmədi. Hə, onda gəlsin. Təki sən gəl. Təki biz gələcək. Təki sən gəl, gəlsin.
ərəbcanca eləyib oxumuşam. Peki sen gel, peki sen gel. Sensiz hemen, peki sen gel. Yürek sensiz, gönlüm sensiz. Yaşayabilmem sen gel. Peki sen gel, peki sen gel. Sensiz hemen, peki sen gel. Yürek sensiz, gönlüm sensiz. Yaşayabilmem sen gel. Sensiz alem dolu derken, gönlüm ağlar sensizlikten. Sensiz alem dolu derken, gönlüm ağlar sensizlikten. Güler dünyam geri dönsen, güler kalbim seni bir görsem. Eşkin sanma keçip gidecek, her an kalpten tuğyan edecek. Bu sensizlik ne vakit bitecek, hayat sensiz inan ölecek. Peki sen gel, peki sen gel, dert getirdi beni ten gel. Peki sen gel, peki sen gel, sensiz hemen, peki sen gel. Yürek sensiz, gönlüm sensiz, yaşayabilmem sen gel. Eşkin sanma geçip gidecek, her an kalpten tuğyan edecek. Bu sensizlik ne vakit bitecek, hayat sensiz inan ölecek. Peki sen gel, peki sen gel, dert getirdi beni ten gel. Peki sen gel, peki sen gel, sensiz hemen, peki sen gel. Yürek sensiz, gönlüm sensiz, yaşayabilmem sen gel. Sensiz alem dolu derken, gönlüm ağlar sensizlikten. Sensiz alem dolu derken, gönlüm ağlar sensizlikten. Güler dünyam geri dönsen, güler kalbim seni bir görsem. Peki sen gel, peki sen gel, sensiz hemen, peki sen gel. Yürek sensiz, gönlüm sensiz, yaşayabilmem sen gel. Teşekkürler, minnətdaram. Biz də təşəkkür edirik. Və əyləşmirik. Əməkdaşlarımızı dəvət edirik bura. Gəlsinlər hər biri. Səhərimizdə əziyyət keçən insanlardır. Buyurun, xoş gəlmişsiniz. Bir daha xoş gəlmişsiniz. Xoş gördük sizi. Və tortlu gəlmişsiniz. Və onu da nəzərinizə çatdıraq ki, əziz tamaşaçılar, tortumuz da elə səhərimizin məhsuludur. Yəni öz xanımlarımız hazırlayıblar. Buyurun, eşidək və xanımı da eşidək, Qəndira xanımı da eşidək. Siz indi qoşuldunuz bizə. Buyurun. Sabahınız xeyir Yusif. Mən bu günlərdə oradan da hər kəs təbrik edirəm və demək istəyirəm ki, oradan da həm kədərli, həm hardasa sevincli deməzdim. Sadəcə sevincli ona görədir ki, biz hamımız bir yerdəyik, hamımız kollektiv şəkildə yığışmışıq ona görə və çoxlu maraqlı anlarımızla yadda qaldı səhərimiz və biraz sonra mən qeyd eləyəcəm, bəzi nüanslara da toxunacam. Yəqin ki, yaxşı olar. Xanım eşidək. Sadəcə olaraq onu demək istəyirəm ki, hər kəsə, bu işdə kömək olan hər kəsə təşəkkür edirik və ümid edirəm ki, etdiyimiz hər bir şey tamaşaçıların ürəyincə oldu və yeni mövsümdə bizi gözləsinlər ki, biz daha da uğurlu və bol verilişlərlə gələcəyik inşallah. Və Vasif də indi qoşuldu bizə, onu da eşidək, yeni əməkdaşlarımızdandır. Mən də təşəkkür edirəm hər kəsə.
İnşallah gələn verilişlərimiz, gələn mövsümdən inşallah daha uğurlu olar. Biraz həyəcanlıyam, bilirsiniz. Aydındır. Və tamaşaçıların nəzərinə çatdırım ki, peşələrin bugünkü qonağı məhz xanım Rauf qızı idi. Peşələrdə prodüser peşəsindən danışacaqdı, efir prodüserinin. Amma neyək, qismət, vaxtımız çatmadı. Biz həmən rubrikanı təqdim edək, amma səhərimiz qrupundan izləmək imkanınız olacaq. Əgər maraqlıdırsa sizə efir prodüseri xanım Rauf qızının işi odur ki, səhərimiz qrupuna Facebookdan daxil olmaqla izləyə bilərsiniz. Mən artıq vaxt yaxınlaşdıqca, sonra çatdıqca məndə həyəcan daha da artır Vüsalə xanım. Bilmirəm nədəndir. Hər halda hırslanmıram. Qətiyyən hırslanmıram. Və tortumuza əgər imkan varsa kəsəyin. Buyurun, keçin. Kəsin. Və qeyd eləmək istəyirəm. Buyurun. Bütün başqa bizə zənglər gəlir. Bu tortun reseptini bizdən istəyirlər, amma tərkibini istəyirlər, bəli. Amma biz bunu açıqlamayacağıq. Bu xanımla mənim sirrimdir. Bu qədər. Yəni özlərini yalına yormasınlar. Gəlin də yaxın gəlin uşaqlar. Qeyd edim ki, tortun bəzənməsində xüsusilə gəlirəm kömək oldu. Çox sağ olun, təşəkkür edirəm. Sənaye İnqilabının məktəbidir, baxın. Bəli, sənaye İnqilabı verilişindən, yəni artıq. Hətta Həsən bəy deyir ki, reklamdan icazə alıb özünüzü reklam edirsiniz. Mən təşəkkür edirəm bütün hər kəsə, bütün zəhməti keçən, əziyyət keçən hər bir kəsə, bütün əməkdaşlarımıza təşəkkür edirəm. Operatorlardan tutmuş, rejissorumuza kimi texniki işçilərimiz, mühafizəçilərimiz, sürücülərimiz, hər birinə ayrı-ayrıqda təşəkkürümü bildirəm. Başda rəhbərimizə təşəkkürümüzü bildirik ki, bizə bu şəraiti yaratdılar. Məhz hər səhər gəldiksə, səhəriniz xeyir olsun dedik. Siz tamaşaçılara təşəkkürümü bildirəm ki, çox sağ olun ki, hər səhəri bizimlə birlikdə olduğunuz TTV-nin efirindən səhərimizi izlədiniz. Və onu demək istəyirəm ki, hər son bir başlanğıcdır. Biz bugünə son qoyuruq, bu günləri səhərimizin bu mövsümündə son qoyuruq ki, yeni mövsümdə yeni başlanğıcların qədəmini qoyaq. Qənrə qeyd etdim ki, sən nəsə deyəcəksən. Və sadəcə mən onu qeyd etmək istəyirəm. Bayaqdan sən bizim əməkdaşlarımıza bəzi sözlərinizi deyirsən və mən son demək istəyirəm ki, düşünürəm ki, sən yeni mövsümdən daha çox mövzular taparsan və hər gün gəlib bizdən soruşmasan ki, görürsən sabaha mövzu hansını eləyək? Düzdür, mən hər zaman mənim beynimdə təbii ki, mövzular olur. Sadəcə mən demirəm ki, sən özün biraz düşünəsən. Reklamlara var. Mən əgər mövzulardan söhbət düşürsə, onda xüsusi bir təşəkkürümlə Vüsalə xanıma edəcəm ki, daimi olaraq yardım edirdi, kömək edirdi və bundan gözəl hisslər yoxdur. Belə eləyək də 2-3 ay tətil deyil. Oturun hər gün bir mövzu üzərində işləyin. 3 ay sonra dincəlin də özünüz. Və Qara xanım bildirdi ki, artıq o mövzuya ehtiyac yoxdur, onun beynində həmişə var. Təşəkkürümü bildirəm. Mövzular indi Qənrə verəcək də artıq boynuna aldı ki, mənim beynimdə mövzular var. Əhvalımız necədir? Əla. Və indi mənə xəbər etdilər ki, biz 1 dəqiqədən sonra artıq biz tamaşaçılarla sağollaşmalıyıq, amma tortumuzdan dadmadınız. Yeməyəcəyik. Buyurun. Halal etirik. Amma vaxt buna imkan vermir. Vaxtımız. Buyurun, Əliyara ötürək. Bütün əməkdaşlarımızdan, yəni səhərin kollektivindən çox xahiş edirəm. Gəlin sona olan saniyələrimizi efir rejissoru bizə bildirsin. Bəli, 10 saniyə qalanda bizə xəbər edəcəklər və biz sayacağıq. Tamaşaçılarla sağollaşacaq. Anar Qasımovdur, ona təşəkkürümüzü bildiririm. Hal-hazırda Hazırda o xanımın da missiyasını yerinə yetirir və səs rejissorumuz da kömək edir ona, Hamdi bəy. Və təşəkkürümü bildirirəm, əziz tamaşaçılar. Çox sağ olun, minnətdarıq ki, məhz bizi seçdiniz, bizə baxdınız. Allah amanda qalın, özünüzdən müğayət olun. Sağlıq olsa biz görüşəcəyik sizinlə yeni mövsümdə və saymağa başlayırıq. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Hələlik.